Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrımsaç. Oy. İnşallah sizi de maşın vurar, onda gününüzü görərik. Oy. Hey, mənə bax, ay uşaq. Səndən bir söz soruşmaq istəyirəm. Buyurun qardaş. Həmin o anamın evindəki xidmətçilər var ha. Aha. Onların orada nə işi var? Mən hardan bilim? Onların qızları ilə söhbət elədiyini görmüşdüm. Əgər onların anamın evinə niyə girdiyini mənə desən, sənə çox böyük köməyim deyə bilər. Nə fikirləşdin, deyəcəksən? Axı nə deyə bilərəm qardaş? Sizin nə demək istədiyinizi başa düşmürəm. Ay uşaq, mənə qulaq as, inatkarlıq eləmə. Sən onları yaxşı tanıyırsan. Bəlkə düz demirəm. Hə, tanıyıram. Amma... Amma mamması yoxdur. Sən ki onları tanıyırsan, onlarla eyni kənddənsən. Deməli... Nə demək? Nə üstümə düşmürsünüz? Əslində mən onların qızı ilə eyni məktəbdə oxumuşam. Amma valideynlərini yaxşı tanımıram. Bəlkə oraya işləməyə gəliblər. İşləməyə gəliblər? Hə də. Yox. Bu həqiqətə uyğun səslənmir. Sakit. Ay. Oy ayağım oy 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 oy. Oy ayağım oy. Oy bu nə dəhşət ağrıdı ayağımla öldüm. Sakit ol. Bu nə cırıltıdır hər yerdən eşidilir. Mən hardan bilim axı? Bəlkə elə eviniz seçik olmazsa xəbərin yoxdur. Mən hardan bilim? Mən bura dünən gəlməmişəm. Hey. Bu sıçan və sıçovulları görməyə gözüm yoxdur. Sabah dərman alıb gətirərəm. Hər yeri dərmanlayarsan. Adam yaşamayan evdə onların olması normaldır. Yaxşı, bəsdir. Oy 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 oy. Doğrudan siz bura niyə gəlmişdiniz? Dedim görüm, ölmüsən yoxsa sağsan. Bircə tezliklə ayağın sağalsaydı yaxşı olardı. Yoxsa sən o dərmanları boş yerə alıb verirəm. Yox, istifadə eləyirəm qardaş. Yaxşı oldu, mən gedirəm. Özünə yaxşı bax, tez sağal. Oldu qardaş. Gedək sizi yola salım. Oy. Oy. Ay. Ay Allah. Ay kızım. Dur. Dur. Oy. Ana. Bu da senin mirasın. Bu sana lazım idi. Ay, mənim nə günahım var? Günahım babat bir iş tapıb işləmək, yaxşı yaşamaq istəməyimdir. Məni niyə günahlandırırsan? Deyəsən məni əcəlimdən 5 gün əvvəl öldürəcəksən ha. Yaxşı da, bəsdir. Yaxşı görəksən Allah. Bir də belə axmaqlıq eləməyəcəm. Get, necə istəyirsən yaşa. Görəsən kimdir bu? Kim olacaq? Kənddəki dostların olacaq da. Polad Zəngeli. Nə? Eşidirəm Polad bəy. Murad qardaş, necəsiz? Nə var, nə yox? Yaxşıyıq. İşlər də yaxşıdır. De görüm səmanı razı sala bilmirsən? Yadında saxla. Onu mənə verməyənə qədər sizdən əl çəkən deyiləm. Razı sala bilmədim. Necə? Nə deyim Polad bəy? Biz artıq o evdən getmişik. Bizi bir də narahat eləmə. O ki qaldı Səmaya, o artıq mənlik deyil.
Sənin atana lənət əclaf. Elə bilirsən mənə fırıldaq gələ bilərsən? Salam əleyküm. Əleyküm əssalam. Dediklərimlə bağlı nəsə öyrənə bildin? Öyrəndim. Ananız vəfat eləyib. Bəs qardaşım, onunla bağlı bir məlumat var? Qardaşınızı tapa bilmədik. Amma mütləq tapacağam. Əlbəttə tapacaqsan. Tapacaqsan. Anamın qəbrinin yerini öyrən. Yaxşı oldu. Qalx qardaş, qalx, qalx ayağa. Bax belə, hər şey yaxşıdır. Oy, Qılınc oğlum, qardaşına nə oldu? Birdən-birə yıxıldı anacan. Oy, əzizim. Yaxşı ki, çox əzilməyib. Afərin sən oğlum. Bir-birinizlə mehriban olun. Yaxşı ana. Qılınc oğlum, daim qardaşının yanında ol. Yaxşı. Yaxşı anacan, əlbəttə Bu yanında olacaq. dünyada ondan başqa doğman yoxdur oğlum. Səni mütləq tapacağam, qardaşım. Ana, bağışla məni, gecikdim. Hə? Xeyir ola. Yenə nə olub? Gecə yarısı xoruz kimi banlayırsan. Axı qızın qorxa bilər. Artıq dözə bilmirəm bacı. Sənə bu da azdır. Əgər adam özü axmaq olmasa, başqası onu axmaq yerinə qoya Nədir? bilməz. Demək istəyirsən hər şeyə görə özüm günahkaram? Əlbəttə. Bəs kimdir günahkar? O dilənçilərə inanan sən özün deyildin. Görürsən kimlərə inanmısan? Onlar səni susuz aparıb, susuz da gətirdilər. Amma öz bacına, əzizinə inanmadın. Bəsdi görək. Kes səsini. Yoxsa qızın qorxacaq axmaq. Kişi deyilsən, işini kişi kimi həll elə. Qışqır bağır salıb, hissin evdəkilərdən çıxma. Başa düşdün? Məni boğaza yığmısan. Düz deyirsən bacı. Görərsən onları yerin dibindən də olsa tapıb başlarını bədənlərindən üzəcəm. Onlar qırmızı malikanədən köçə bilərlər. Bəlkə heç səma getməyib, hardan bilirsən? Əsəbləşməyin heç yeri yoxdur. Gedib onu da yoxlayaram. Yoxsa o səma qızıldandır. İndi neyniyəcək ay kişi? Hə, nə oldu? Bir təhər yola saldım getdi. Mənə bax, Fərruh oğlum. Hə. Bayaq bura gələn adamın sözündən belə başa düşdüm ki, deyəsən bu ev əmanətdir axı. Yox, Səlim qardaş mənim yaxın dostumdur. Siz nə danışırsınız? Ağlınıza başqa şey gəlməsin. Sadəcə biraz əsəbidir. Onu səhv başa düşməyin. Sizsə burada istədiyiniz qədər qala bilərsiniz. Amma mən ona hər şeyi izah eləyənə kimi bir müddət onun gözünə görünməyin, yaxşı? Yaxşı, artıq çox keçdi. Yorulmuşuq. Biz gedək biraz dincələk, Oldu. hə? Hə, düzdür, gedək. Hə. Bu evdə otaqların sayı çoxdur. Gəlin gedək. Gedək qızım. Gedək sizə Keç göstərim. qızım. Gəl. Gəl görüm ay kişi. Gedək. Sən onlara heç nə deməmisənsə. Mən də heç nə deməmişəmsə. Bilmirəm ana. Sözün düzü, özüm də buna mat qalmışam. Banu mənim nəvəmdir. Əgər onun başından bircə tel belə əski olsa, dünyaya od vurub yandıraram. Məni başa düşdün?
Bu kimin işi ola bilər? Bəlkə onları kimsə pis qorxudub. Ana, bəlkə bu Səlim qardaşın işidir. Axı özün bilirsən, o burada olanda da onlara münasibəti yaxşı değildi. Səlim? Hə, Yox. Bu heç vaxt ola bilməz. bəs onda kimin işidir? Axı Səlim qardaş onlardan çox maraqlanırdı. Onların kim olduğunu soruşurdu. Səlim tövbə eləyib axı. Ana, axı bunu deməyə ehtiyac yoxdur. Onun niyyəti qəlbində yatır. Səlim qardaşdan nə desəz gözləmək olar. Axı siz bunu məndən daha yaxşı bilirsiniz. Onda Səlimi tez bura çağır. Yaxşı. Ay kişi, bu evde pis değil ama o kırmızı malikane tamam başka idi. Allah qismət eləmədi də. Neyniyə bilərik? Ay kişi deyirəm bəlkə tələsməyək. Bəlkə DNT-nin cavabı yaxşı çıxdı. Sənin başın xarab olub. DNT necə yaxşı çıxa bilər? Axı Banu bizim qızımızdır. Nədir? Yoxsa özün uydurduğun yalana özün də inanırsan? Bunun nəyi pisdir? Mən o evdən elə böyük ürək ağrısı ilə ayrıldım ki, hələ də özümə gələ bilmirəm ay kişi. Hə, amma bu evdə pis deyil. Şükür eləməliyik. Ay kişi, düzdür. Şükür eləməliyik, amma bu ev bizim öz evimiz deyil axı. Tövbə. Mənə bax, deyəsən bu evdən də getməli olacağıq. Mən bunu hiss eləyirəm. Mənə qulaq as. Əgər Səlim bundan xəbər tutsa, bizim başımızı üzər. Məyər eşitmədin? Bayaq gələndə bizlə maraqlanırdı. Dolabın içində olanda eşitmədin? Eşitdim. Dəvəni soyub, quyruğunda bıçağı sındırdıq. Gəlib bu evə düşdük. Dünyanın işini görürsən də ay kişi. Amma bu soyuqda biz hara gedə bilərdik, ha? Hə, düzdür. Yuxum gəlir. Adam başını qoyub ölsə də isti evdə ölsün. Ağzını qara molla Yaxşı, yusun. mən gedim dincəlim. Tövbə. Düz deyirəm də. Bugün daha nə olubsa olub. Ged uzan yat, yaxşı? Görək sonra nə olacaq. Mənə bax, Fərrux bizim kəndçimizdir. Yəqin bizi satmaz da, hə? Biz burada qalsaq yaxşıdır. Hara gedə bilərik ki? Getməyə yerimiz var. Yaxşı. Anacan, sizə çay gətirmişəm. Süzüm? Yox, lazım deyil. Qızım, Bəli. Ulduz, Murad, Banu hamısı yığışıb harasa çıxıb gediblər. Necə? Hara gediblər ki? Bilmirəm. Onlar sənə heç nə deməyiblər. Yox, mənə heç nə deməyiblər. Bəs sən onlara heç nə deməmisən? Nə deyə bilərdim ki? Banu mənim nəvəmdir. Əgər onun başına bir iş gəlsə, mən buna dözmərəm. Mən gedə bilərəm. Çox sağ olun. Bir tərəfdən oğlumuz Elnurun bəxti gətirdi. O malikanəyə girə bildi. Ona görə belə sevinirsən? Ha, niyə sevinməyim ki? Elnur bizlə o ev arasında körpü olacaq. Alo, salam aleyküm Səlim qardaş. Eşidirəm Samir. Səltənət ana sizi bura çağırır. Gecənin bu vaxtı? Hə, sizə sözü var. Amma tez gəlin. Ha, yaxşı.
Mən getməliyəm. Gecənin bu vaxtı hara gedirsən? Bilmirəm yenə nə baş verib. Mən getdim. Əgər Elnur orada qalsa, onda mütləq ayağa qalxacaq. Bəs sonra nə olacaq? Mən təcili nəsə eləməliyəm. Valideynlərim niyə məni tərk edib gediblər? Yoxsa onları Polad qorxudub, hə? Bəlkə onları elə Polad aparıb. Mən indi neyniyim? Zəng elədiyiniz abunəçiyə hal-hazırda zəng çatmır. Telefon ya söndürülüb, Salam əleyküm. Aleykümselam. İçəri girəndə üzümə gülümsəsən nə olar ki, əzizim? Bağışla. Mənə çay süz. Bu nədir belə? Buz kimidir ki? Get təzəsini dəmlə gətir. Yaxşı. Oğlum, rahat gələ bildin, hə? Çox sağ olun. Qızım, çaynikin üstünü örtəydin ki, qaynar qalaydı. Anacan qaynardı axı. Bunun bəhanəsinə bax da, ərin deyir ki, soyuqdur. Yaxşı, get qaynar elə dəmlə gətir. Ərin deyirsə soyuqdur, sən də de yaxşı, söz qaytarma. Yaxşı. Onu bağışla. Hələ gəncdir. Yavaş-yavaş öyrənəcək. Səni görəcəyim, söhbət eləyəcəyim günü səbirsizliklə gözləyirdim. Hə, mən də bu günü səbirsizliklə gözləyirdim. Mənim üçün darıxmısan? Hə, Sənə nə olmuşdu? Tamam dəyişmişdin. neyniyim? Sadəcə vəziyyət bunu tələb eləyirdi, Fərrux. Hansı vəziyyət? Məni məcbur eləyirdilər. Kim? Atam, sən ki atamı tanıyırsan. Atamın xasiyyəti çox ağırdı. Hə, amma anam həmişə sənin tərəfində olub. Hə, deməli belə olub. Mən də deyirdim, görəsən niyə zərif çiçəyim məndən üz döndərib? Yox, mən səndən heç vaxt üz döndərmərəm. Yaxşı, qoy bu evi tam öz adıma keçirim, hələ yeniliklər qarşıdadır. Görərsən, Hansı yeniliklər? vaxtı gələndə deyəcəm. Hə, bəs sən necə oldu ki bu evə gəlib çıxdın? Niyə gəlmisən? Səni axtarmağa gəlmişdim. Başqa niyə gələ bilərdim? Onu başa düşdüm. Necə oldu ki bu evə gəlib çıxdın? Dedim axı, Səlim qardaş mənim yaxın dostumdur. Allah qoysa, bu ev bir gün mənim olacaq. Amma səhv eləmirəmsə, bura gələndə səndən başqa cür danışırdı. Hə, onun danışığında başqa məni axtarma. O mənə necə lazımdır, dəstək olur. Bax görərsən, gözəl günlərimiz hələ qarşıdadır. Buna görə mənə cavab verəcəksən, Qılınc. Cavab verəcəksən. Necə eləyim ki, ondan qisas ala bilim? Necə?
Qılınc. Vəzirə xala. Vəzirə xala, bağışla məni. Qılınc. İndi görərsən bu sənə neçəyə başa gələcək. Ah! Ah! Yaxşı, sakit ol. Aslanım. Sakit ol. Özünü ələ al. Özünü ələ al. Biz səndən ciddi şəkildə söhbət eləməliyik, oğlum. De görüm, necə olub ki, özünə belə bir problem yaratmısan? Niyə? Bayaqki adamlar niyə gəlmişdilər? Səni niyə döydülər? Hə? Üzr istəyirəm vəzirə xala. Hər şeyə görə. Bu çox cəncəl məsələdir. Axı sən hansı işlərə baş qoşmusan? Bir-iki problemli məsələ var. Məcbur olub qarışmışam. Oğlum, deyəsən günahların kifayət qədər böyükdür. Özümü düşünüb səmaya varis olduğunu demədim. Aslanım. Nə oldu? Niyə fikrə getdin? Mənim çox böyük günahım var. Amma mən günahımı mütləq yuyacam. Mütləq xala. Əsas odur, sən qorxmamısan, hə? Yox. Məni bağışla. Bu bir də olmayacaq. Həqiqəti mütləq səmaya deməliyəm. Çünki əsl varis səmadır. Mən bunu ona deməliyəm. Salam aleyküm. Nə olub ana? Salamatlıqdır? Gecənin bu vaxtı hələ də yatmamısan. Səlim, mənə düzünü de. Sən həqiqətən tövbə eləmisən, yoxsa bu sənin növbəti oyunundur? Ana, o nə sözdür deyirsən? Məyər adam da yalandan tövbə eləyər? Səndən hər şey gözləmək olar, Səlim. Əgər istəsən, lap and içərəm. Yaxşı. İnandım. Amma de görüm, burada yaşayan Ulduzla Muradı görməmisən? Ha, bu nə deməkdir ana? Mənim onlardan nə işim var axı? Ana! Mən səndən ciddi soruşuram. Axı onlar Samirin qohumlarıdır. Onlardan mənə nə? Axı niyə birdən-bir onları məndən soruşursan? De görüm salamatlıqdır. Nə olub axı? Onlar mənim qonağım idilər. Çıxıb gediblər. Qonaq Allahın əmanətidir. Ha. Qonaqlarımın buradan incik getməsini istəmərəm. Ana, axı onlar sənin qonağın idi. Yaxşı, məndən nə istəyirsən? Sənin onları görməyə gözün yox idi. Ana, məni indi də bunda günahlandırırsan? Hər şeyə görə mən günahkar oluram, hə? İndi elədiyimi də, eləmədiyimi də boynuma qoyacaqsan? Çünki səni çox yaxşı tanıyıram. Səndən nə desən gözləmək olar. Ana, sən niyə mənim dəyişdiyimə inanmırsan, niyə? Axı sənə dedim ki, mən artıq dəyişmişəm. İnan mənə, ana. Nə olur olsun. Sən nə deyirsən de, nəyə istəyirsən and iç. İstəyirsən vədə ver. Onsuz da sənə inanmayacağam. Aydındır. Günah keçiniz ancaq mənəm. Yəni başqa günahkar ola bilməz, hə? Zəng elədiyiniz abunəçinin telefonu səs verin. Xahiş edirik.
Səma, Yenə sənsən? Bura necə gəldin? sənə görə hər çətinliyin öhdəsindən gəlməyə hazıram. Sənə dedim axı bura gəlmə. Yenə niyə gəlmisən? Səni buradan aparmağa gəlmişəm. Aslan bəsdir. Mən burada qalmalıyam. Tərsli eləmə Səma. Buradan sənsiz getməyəcəm. Mən buradan gedə bilmərəm. Axı niyə? Cavab ver, cavab ver. Səni buradan aparmaq üçün neyniyim? Nə desən eləməyə hazıram. Cavab ver. Cavab ver Səma. Məni apara bilməzsən. Mən sənin üçün hər şeyə hazıram Səma. Axı niyə başa düşmürsən? Yəni bu belə çətindir? Hə? Aslan qulaq as. Axı burada hər tərəfdə kameralar var. Sənin bura belə gəldiyini Səltənət ana görsə heç bilirsən nə olacaq? Səni həbs elətdirə bilərlər. Axı niyə başa düşmürsən? Əgər bu səni narahat eləyirsə, əgər məni belə düşünürsənsə, onda yadında saxla. Mən harda, hansı kameranın olduğunu yaxşı bilirəm. Bura kamera olmayan tərəfdən gəlmişəm. Axı niyə özünü belə təhlükəyə atırsan? Sən niyə başa düşmürsən? Mən istəmirəm sənə nəsə olsun. Bütün günü fikrim, xəyalım səndəndir. Mən necə gəlməyim Səma? Axı sən mənim sevdiyim insansan. Mənim səndən başqa heç kimim yoxdur. Axı niyə bunu sənə izah eləyə bilmirəm? Niyə məni başa düşmək istəmirsən? Nə oldu əzizim? Gecə vaxtı niyə çağırmışdılar? Salamatlıqdır? Hə, nə olub? De də, sir saxlama, tez ol da görüm. Nə bilim, Samirin o qohumları yoxa çıxıblar. Anam da bu məsələdə məndən şübhələnir. Axı sənin hansısa xidmətçinin qohumları ilə nə işin ola bilər? Səncə bu gülməli deyil? Deyəsən onlardan xoşum gəlmədiyini gizlədə bilməmişəm. Sən o zavallılara niyə fikir vermisən ay kişi? Səni nə maraqlandırırdı, hə? Nədənsə bu mənə qəribə gəlmişdi. Samir adi bir xidmətçidir. Anam isə onları əziz xələf qonaq kimi saxlayırdı. İndi də birdən-birə yoxa çıxıblar. Məni bu vaxt ona görə çağırmışdı. Hə, bu işin içində bir iş var. Xahiş eləyirəm, çıx get. Mən gedə bilmərəm Səma. Çünki bu qəlbim bax məhz burdadır. Başa düşürsən? Sənin əlindədir. Mən onu burada qoyub gedə bilmərəm. Aslan kimsə gələ bilər, get. Nə olar? Kim gəlirsə gəlsin. Aslan axı niyə başa düşmürsən? Həyatın təhlükə Mən altındadır. heç kimdən qorxmuram, bildin? Qoy kim gəlir gəlsin. Bura sənin dalınca gəlmişəm. Səndən bir xahişim var. Buyur, eşidirəm. Canımı istəsən belə onu sənə verməyə hazıram Səma. Valideynlərim yoxa çıxıblar. Aslan səndən xahiş eləyirəm, onları tapmağa kömək elə. Harda olduqlarını bilmirəm. Xahiş eləyirəm, əlimdən heç nə gəlmir, mənə kömək elə nə olar. Axı bu necə ola bilər Səma? Bilmirəm, mən də heç nə başa düşmürəm. Yaxşı. Amma sən ağlama. Sənin üçün hər şey eləməyə hazıram. Gücüm qalmayıb. Yaxşı. Amma sənə bir məsələni də mütləq deməliyəm. Yaxşı, de. Bir dəqiqə dayan. Tərpənmə. Nə oldu? Dayan, tərpənmə.
Aslan, nə tərpənməsəm. oldu? Məni qorxutma. Sən nə edirsən Aslan? Valideynlərini mütləq tapacağam. Tez ol, get. Sən buradaydın? De görüm nə edirdin? Mətbəxi yığışdırırdım. Axı bu mənim işimdir. Bəs sən onlarla danışmamışdın? Yox. Onlar özləri də hara gedəcəkləri barədə sənə heç nə deməmişdilər? Axı mən adi xidmətçiyəm. Onlar mənə hara getdiklərini niyə desinlər ki? Səltənət anaya limonlu çay apararsan. Yatmağa hazırlaşır. Yaxşı. Daha bundan sonra biz nə edəcəyimizi fikirləşməliyik. Neyniyəcəksiniz? Burada qalıb yaşayacaqsınız da. Hər halda burada öz başına yaşaya bilmərik ki. Sabah sənin o dostun gəlsə ona nə deyəcəksən? Nə deyə bilərəm? Əgər icazə versəydiniz, qızınızla evlənərdim. Onu özümə arvad eləyərdim. Bəyəm sən burada həmişəlik yaşayacaqsan ki, mən qızımı sənə verim? Ay kişi, ay kişi. Sakit, sakit. Nə deyim, onu da bilmək olmaz. Düzdür, əgər qismətdirsə, qismətdə varsa, yaxşısını Allah bilir. Siz heç narahat olmayın. Banunu özüm razı salacağam. Adi qayğınağı da bişirə bilmirsən, pis günə qoyursan. Bura bax, ortası yaxşı bişməyib, qıraqlarını yandırmısan. Hey, ay arvad, adamın iştahını korlayırsan, yemirsən, yemə də. O evdəki səhər süfrəsini xatırlayıram. O süfrədə nə desən var idi. Süfrənin üstü hər cür naz nemətlərlə dolu idi. Nə oldu ona? Ona heç nə olmayıb. Sadəcə o gün vay. Soyuq, buzlu su içib. Ona görə də mədəsinə soyuq olub. Mən diaqnoz qoydum. Mən indi gedib baxıb gələrəm. Bu dəqiqə. Bir dəqiqə gəlirəm. Siz yeməyinizi yeyin. Görəsən burada şəkər, qənd var? Hə. Anacan. Səni heç olmasa bircə dəfə də olsa görmədim. Mənə nəsib olmadı. Görüşümüz qiyamətə qaldı, ana. Kaş ki biləydin atam məni aparandan sonra sənin üçün necə darıxırdım, ana. Mənim balam deməyin üçün necə qəribsəmişəm, heç təsəvvür eləyə bilməzsən, ana. Həmişə deyirdim, böyüyəndə səni axtarıb tapacam. Bax, artıq böyümüşəm. Amma səni uzun illər axtarıb yalnız indi tapa bilmişəm, ana. Sənin üzünü son dəfə görmək də mənə nəsib olmadı, ana. Son dəfə nə dediyini eşidə bilmədim. Mənə yalnız sənin qəbrini görmək nəsib oldu, anam.
Amma sənə söz verirəm. Qardaşımı tapacağam. Tapmaq üçün əlimdən gələni eləyəcəm. Onu tapıb daim qoruyub dəstək olacağam ona. Bax, görəcəksən. Salam əleykum əmi. Ananın yanına gəlmisən? Hə, Hə, Allah özü səbir versin. Artıq sən ananın qəbrinə görə narahat olma. Onun qəbrinə necə lazımdır nəzarət eləyirəm, oğlum. çox sağ ol əmi. Son günlər biz qəbirstanlığı abadlaşdırmaq üçün müəyyən qədər ianə yığırıq. Lap yaxşı. Əgər imkanın çatırsa, oğlum. Götürün. Yox, oğlum, yox. Gəl bunu biz belə eləyək. Mən bunu rəsmiləşdirib, dəftərdə qeyd eləməliyəm. Sənsə bunu qutuya atmalısan. Nəzir qutusu da bax, o təpədədir, görürsən? Sonra da mən onu rəsmiləşdirib dəftərdə qeyd eləyəcəm. Yəni nə vermisən onu? Yaxşı oğlum, get mənim balam, get. Aç ağzını. Tez ol, bunu da ye. Aferin sənə. Nə qədər yaxşı yemək yesən, dərmanlarını vaxtında içsən, o qədər tez sağalacaqsan. Bilirəm. Sənə də çətindir. Qardaşının orada olmağı sənin üçün fürsətdir. Necə yəni fürsətdir? İndi izah eləyərəm. Ana, çayını iç. Qardaşını bəhanə eləyib nənənə yaxın olmalısan. Məyər o kaftara yaxın olmaq mümkündür? Bunun üçün özünü başqa cür, ideal qələmə verməlisən. Bu problem deyil, ana. Qardaş, Bunun üçün sən də dəyişməlisən. hə, yaxşı ana. Sən narahat olma. Mən öz nənəmi necə lazımdır ələ ala bilərəm. Elə ən sevimli nəvəsi də mən olacağam, ana. Biz ağılla hərəkət eləməliyik. Bu fürsəti də əldən verməməliyik. Atana qalsa biz hələ uzun illər sürünəcəyik. Yenə nə olub? Hə, heç nə ana. Sadəcə biraz ürəyim bulandı. Evdə Səmanın yeməyini bəhanə eləyirdin. Burada nəyi bəhanə eləyəcəksən? Hə, yəqin bayaq yediyim qayğanaqdan oldu da. Bilmirəm niyə, amma əməlli başlı ürəyimi vurdu. Ay, ana. Əgər bir də belə bir hal təkrarlansa, mən özüm səni xəstəxanaya aparacağam. Bu mənim fikirləşdiyim olsa, səni diri-diri torpağa bastıracağam. Ana, elə bir şey ola bilməz. Sus, rədd ol gözümün qabağından. Giriş danış. Axı onlar mənim nəvəmi niyə buradan aparsınlar? Yəqin nəvəm nədənsə narazı olub ki, onlara qoşulub buradan gedib. Axı o istəsəydi qala bilərdi. Ana, Nə oldu? Bir şey öyrənə bildin? onlar heç yerdə yoxdular. Onları hər yerdə axtarmışam. Tap. Yerin altından da olsa tapıb gətirməlisən. Elə bil qanad açıb uçub gediblər. Banu mənim nəvəmdir. Əgər o tapılmasa, sənin üçün yaxşı olmayacaq. Yaxşı ana, tapmağa çalışacağam. Yaxşı. Dayan. DNT-nin cavabları nə vaxt çıxacaq, hə? Tezliklə ana, az qalıb. Bu işdə mən yenə Səlimdən şübhələnirəm. Bunu aydınlaşdırmalısan. Yaxşı ana. Yaxşı. Mənim
işlərim var. Gedim yenə gələrəm. Yaxşı. Sağ olun. Sağ salamat. Salam. Aleyküm salam. Qardaşını görməyə sənə icazə vermirəm. Çıx get burdan. Nənə, niyə? Nə olursa olsun Murad əmi ilə Ulduz xalanı tapmalıyam. Onsuz da bu kəftar mənim əsəblərimdən çox oynayır. Mən Elnuru bəhanə eləyib, onu bir təhər ələ almalıyam. Məyər ondan başqa qız yoxdur, qardaş, hə? Yəni o qız belə əvəz olunmazdı? Yox, əslində mənə hamiləlik testi lazımdır. Mənə o testdən verə bilərsiz? Sizin vəziyyətinizə mat qalmışam. Axı sən kimsən, hə? Sən adi bir xidmətçisən, elə deyil? Neyniyib Səlim qardaşın ürəyinə əl almısan ki, o səni bu həyətə buraxıb? Bəlkə bəsdir qardaş. Mən bura işləməyə gəlmişəm, dincəlməyə yox. Serial Space televiziyasının sifarişi ilə paylaşılır. Sən də gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.